Riyaziyyatdan RFM imtahanına üçün belə bir sualın izahına baxaq. Sualımızda deyilir ki, k ədədini 7-yə böldükdə qalıq 4 olarsa, verilən bu ədədin 7-yə bölünməsindən alınan qalığı tapın. İlk öncə ifadəmizi yazaq. İfadəmiz k kvadrat plus 3k plus 1 şəklindədir. İfadəmizdə k kvadratını biz sadə bir şəkildə k vuraq k plus 3k plus 1 yaza bilərik. Və şərtimizdə k-nı 7-yə böləndə qalıq 4 verirsə, o zaman bu k-nı da 7-yə böləndə qalıq 4, bu k-da da 4, bu k-da da 4 verir. Onda biz k-nın yerinə 4 yazıb, bu ifadənin qiymətini hesablamalıyıq ki, onun 7-yə bölünməsindən alınan qalığı tapaq. O zaman k-nın yerinə 4 yazsaq, 4-ün kvadratı plus 3 vuraq 4, plus 1 alınır. Bu isə bizdə 29-a bərabərdir. İndi biz 29-un 7-yə bölünməsindən alınan qalığı tapmalıyıq. 29-u isə biz 7-yə bölsək 4 qalıq 1 verir. Bizə də lazım olan elə qalıqdır. O da isə B variantı.